Günah haqqında peyğəmbərlərimiz və imamlar çox hədis deyiblər, çox danışıblar günahın həqiqəti, mahiyyəti barədə və bir çox bənzətmələr İxlas.biz hədislərində günah barəsində. Günahı bəzi hədislər zəhərli oxa bənzədiblər ki, şeytan o oxla insanların ağlını, fitrətini və vicdanını nişan alır. Günah zəhərli bir ox kimidir, buyurublar, insanın ruhu ilə, qəlbi ilə vuruşur. Günahı təkrar elədikcə insanın ruhu və qəlbi ölür. İmam Səccad əleyhissalamın dualarında var. Allaha müraciət eləyərək, deyir ilahi, günahlarımın böyüklüyü qəlbimi öldürür. Günahlarım ruhumu öldürür. Əlbəttə bu İmam Səccad əleyhissalamın təvazökarlığıdır. Amma günahın xasiyyətini bildirir. Günah insanın ruhunu öldürür, insanın qəlbini öldürə bilir. Nişanəsi də bu olur ki, insanın qəlbi əgər ölərsə, insanın xeyir işlərə rəğbəti olmaz. İnsanın ibadətə şövqü olmaz. İnsan xeyir işlərə meyilsiz olar, ibadətin ləzzətini hiss eləməz. Bunlar hamısı günahın təsiridir. İnsanın qəlbinin bir qatili var, ruhunun bir qatili var, o da insanın günahlarıdır. Bunları deyəndən sonra İmam Səccad əleyhissalam Allahın bir lütfüne işarə eləyir. Deyir ki, mənim qəlbim öləndən sonra sən mənə bir İsa qərar vermisən. Bilirsiniz, Həzrəti İsa ölüləri Allah izni ilə dirildə bilirdi. Həzrəti İsa'nın möcüzəsi idi. Allahın izni ilə ölüləri dirildə bilirdi. Buyurur, mənim ölən qəlbim üçündə sən bir İsa qərar vermisən. O İsa tövbədir. Tövbə vasitəsilə mənim ölmüş qəlbim dirilə bilir. Bunu sən qərar vermisən. Bu sənin lütfündür mənə, bütün bəndələrə. Onu da gərək Allah nəsib eləsin insana. Allah qismət eləsin insana. Ki, insan tövbə eləməyə müvəffəq olsun, nail olsun. İnsan nə qədər günah eləsə, nə böyüklüyündə günah eləsə, onun üçün tövbə qapısı var və bağışlanmaq imkanı var. Tövbə Allahın insana verdiyi ən böyük neymətlərdən biridir. Yəni, qiyamət günündə insan haqq hesaba çəkilən vaxt, hesab zamanında insan başlayacaq bəhanələr gətirməyə, üzürlər gətirməyə. Bəzisi də haqlı olacaq bu üzürlərin. Deyəcək, ilahi, məni şeytan allatdı. Deyəcək, ilahi, nəfsim məni allatdı, qəflətə düşdüm, bilmədim. Bunların hamısı qəbul olar. Allah deyər, başa düşdü. Xəta eləmək insana xasdır, günah elədim, bilmədim, başa düşdü. Bəs tövbə qapısı məgər sənin üzvə bağlı idi? Yaxşı, bunu eləyəndən sonra niyə mənə tərəf gəlmədin? Məgər ağır şərtlər qoymuşdun, çətin bir şərait təyin eləmişdin tövbə üçün, xeyr. Səni qapımda saxlayacaqdım, xeyr. Qəbula yazılmaq lazım idi, yox. 2 rükət namaz istəyirdim səndən. Mənim dərgahıma üz gətirib, alnını səcdiyə qoyub, deyərdim, məni bağışla. Buna nə deyirsən? Bunu da eləmədinsə, onda mən sənin üzrünü necə qəbul edeyim? Kim getdi Allah qapısına bağışlanmadı? Həzrəti Loğman oğluna nəsihət eləyir. Ay mənim oğlum, hanı o kəs ki Allaha ibadət elədi, Allah onu zəlil elədi? Elə bir adam ola bilərmi ki, Allaha ibadət eləyə, Allah ona izzət verməyə? Hanı o kəs ki, Allahı axtardı, tapmadı? Hanı o şəxs ki, Allahı yad elədi, Allah onu yada salmadı? Hanı o kəs ki, Allaha təvəkkül elədi, Allah onu başqasının ümidinə qoydu? Hanı o şəxs ki, tövbə eləyib Allaha yönəldi, Allah onu bağışlamadı? Bir dənə nümunə tapa bilməzsən. Bir dənə nümunə tapa bilməzsən ki, bir nəfər peşman ola Allahın qapısına gedə, Allah onu bağışlamıyor. Allahın bu geniş rəhmətindən sonra insanın haqqı var, bağışlanmayıb ölə, orada bəhanə gətir Allaha. Deyə məni şeytan belə allatdı, nəfs belə allatdı, başa düşdü, allatdı. Bəs tövbə qapısı sənin üzvə açıldı.
Hər zaman gecənin, gündüzün hər saatında sən Allahın yanına, dərgahına üst tutub Allahdan bağışlanmaq istəyərdin. Allah da bağışlayardı. Günah öldürücü zəhər kimidir. Biri var cismin zəhəri. Zəhər içir, adam ölür. Bu qorxulu bir şeydir. O birisinin yanında. İnsan ölümü ilə Allahdan uzaq düşmür. İnsan ölürsə o deməkdir, Allahdan uzaq düşür. Bədənlər var, bir torpağa dəfn olunur, o torpağa şərafət verir. Kərbəla torpağının nə qiyməti var idi? Heç bir qiyməti. Kərbəla torpağına İmam Hüseyn əleyhissalam dəfn olunmamışdan əvvəl onun heç bir qiyməti yox idi. Onun bir zərrəsini yemək haram idi. İmam Hüseynin pak, mütəhhər cismi ora dəfn olunandan sonra onun hər zərrəsi şəfaya çevrildi ki, insanlar şəfa tapır İmam Hüseyn türbəti vasitəsilə, Kərbəla torpağı vasitəsilə. Cismin ölümü Allahdan ayrılıqdır. Cismin ölümü qorxulu bir şeydir. Vay o gündən ruh ölər. Necə cismin zəhəri var, ruhun da zəhəri Peyğəmbər buyurur günahdır. Ruhun zəhəri günahdır. Ruh ölübsə deməli Allahdan ayrı düşür. Dünyada ayrılıqların ən ağırı Allahdan ayrı düşməkdir. O insan ki Allahdan uzaq düşüb, hər şeyin əlindən verib, onun heç nəyi yoxdur. Bütün dünyaya malik olsa da ən fəqir, ən yoxsul, ən zəlil insan o insandır. Bütün bu şeyləri günah eləyir, günah gətirir insanın başına. Günah bütün varlıq nizamına qarşı müxalifət eləməkdir. Bütün varlıq nizamı Allahın əmrinə itaət eləyir. Heç biri Allahın əmrindən çıxmır. Sən günah eləməklə bütün varlığın nizamına müxalifət eləyirsən. Yer, göy, ulduzlar, ay, günəş hamısı öz nizamı ilə hərəkət eləyir. Nə üçün? Sənə ruzu vermək üçün. Bir meyvə əlvə düşəndə, bir çörək əlvə düşəndə ki, sənin qismətində oturmusan yeməyə, fikirləş ki, bu mənə gəlib çatana qədər təbiətdə nə qədər hadisə baş verir. Bütün bunlar mənim üçün hərəkət eləyir. Bu neymətlər mənə çatıb, məndən də istəyirlər itayət eləyəm Allaha. Əgər itayət eləmirəmsə, qiyamət günü bütün bunlar hamısı təbii hadisələr məndən şikayətçi olacaq. Mən bütün varlığın nizamını pozdum. Mən yaradılış aləminin nizamını pozdum Allaha üsyan eləməklə. Allah tövbə qərar verir. İnsanlıq yolundan çıxandan sonra bu yola qayıtmaq üçün. Tövbə eləyə insan islah ola. Alimlərdən biridir ki, sobadan elə bil tüstü çıxır, gəlir bir pəncərəni qaraldır şüşəni. Sobanın tüstüsünün qarşısını alsın, şüşə day qaralmayacaq. Amma ondan qabaq gələn tüstünün qaraltısı, pası, çirki qalıb şüşədə. Gərək onu da təmizləyəsən. İnsanın günahı da belədir. Günahı tərk eləməklə ruh day qaralmır, çirklənmir. Amma ondan qabaqki günahların çirklənməsi, qaraltısı qalıb, onu gərək ibadət suyu ilə pak eləyəsən, təmizləyəsən. O zaman insan dəyişir. Həqiqi tövbənin mənası budur ki, insanlar ona baxır və təşviq olur tövbə eləməyə. İnsan var, məsələn, mən görmüşəm, onun namazına adam baxanda namaz qılmağa həvəslənir. Duasına baxanda dua oxumağa həvəslənir. Vücuduna baxanda adam istəyir dindar olsun. Tövbə eləyənin mənası budur. Tövbə eləyən gərək bir halətə gəlib çatsın ki, qohum, qonşu, dost, tanış baxmasın ki, elə bunun bir dənə namazı artıq başqa insan. Dünən namaz qılırdı, bugün namaz qılır. Yox, görsün ki, bu tamam dəyişir. Və şövq yaransın, rəğbət yaransın. Bunu görən insanlar rəğbətlənsin bunun kimi olmağa. Tövbənin mənası budur. Allah çağırır, diqqətli insanlar o dəvəti eşidir. Qədir gecəsində Coşan Kəbir duası oxuyuruq, başqa günlərdə də. Allahın 1000 adını yada salırıq, zikr edirik, 1000 adı. Açın, baxın o duaya. 1000 addan cəmi 5-6-sı qəzəb adlarıdır, qəzəb sifətləridir. 900-dən çoxu rəhmət sifətləridir. Baxın o duaya. 900 addan çoxu rəhmət adlarıdır. Allah bu ilə bizə demək istəyir ki, məni rahat qəzəbləndirə bilməzsiniz. Çox rahat qəzəblənmirəm, gec qəzəblənmirəm. Nə qədər siz günah eləsəz də mən neymət verirəm sizə. Mən ruzumu verməkdə davam edirəm. Xəstələnirsiniz, şəfa verirəm sizə. Çətinliyə düşürsünüz, kömək edirəm sizə. Məni çağırırsınız, mən cavab verirəm.
Hər zaman sizi qəbul eləməyə hazıram. İnsan gedə bu Allahın qapısına deyə ki, ilahi sən demisən ki, mən Əkrəmül Əkrəmiyəm. Yəni kərim insanların xüsusiyyəti nədir? Kərim adamın qapısına gedərsən, deməz ki, nə gətirmirsən, deyər, nə istəyirsən. Allahla da insan belə danışır, deyə mən sənin qapıya gəlmişəm, məndən soruşma nə gətirmirsən, nə namazın fərdi namazdır, nə orucun, nə ibadətin. Məndən soruş nə istəyirsən, mənim də bir istəyim var ki, məni bağışlayasan. Bağışlanmaq ümidi ilə sənin qapıya gəlmişəm. Hər yana getdim, gördüm ki, mənim kimi möhtac varlıqlardır. Səndən başqa kimi gördüm, hamısını vəfasız gördüm. Onları sınayandan, imtihana çəkəndən sonra indi sənin qapıya gəlmişəm. Sən də elan eləmisən ki, mən ən kərim şəxsəm. Möhtac adam, kərim bir şəxsin qapısına gələ, necə ola bilər ki, onu sən əli boş qaytarasan? Allahdan gözəl kimdir ki, insanın günahlarını bağışlayır? Bu hədisi də təbərrük üçün mən deyirəm bir daha ki, doğrudan da insan düşünsə bu hədisin üzərində bilər ki, necə bir Allah yaradıb onu. Allah haqqında mərifəti çoxalır. Peyğəmbər özü buyurur, mən şəxsən Allahdan neçə dənə şey istəmişəm. Allaha dua eləmişəm. Demişəm, biri də bu olub ki, demişəm, ilahi, mən sənin həbibinəm, sən məni çox istəyirsən. Və mənim istəyimi sən cavabsız qoymazsan. Ola bilməz ki, mən səndən nəsə istəyəm, sən qəbul eləməyəsən. Yusuf Peyğəmbər bir gün baxır, Misirin şahıdır Yusuf Peyğəmbər. O dövrdə pəncərədən baxır, görür bir nəfər keçir, ayaq yalın, çox sadə, yamaqlı geyimdə. Yusuf baxır, görür bu yoxsul adamdır, yolla keçir. Cəbrail nazil olur, deyir, Yusuf, bildin bu kimdir yolla keçən? Dedi ki, yox, bilmədim. Yadındadır, Züleyxa sənə təcavüz eləmişdi. Sən qaçıb getdin, arxadan köynəyi cırdı. Ondan sonra Misirin şahı Züleyxanın həyat yoldaşı gələndə o sənə böhtan atdı. Dedi ki, o mənə təcavüz eləyirdi, yadındadır? Dedi, bəli. Yadındadır, beşikdə uşaq Allahın izni ilə, qundaqda beşikdə uşaq şəhadət verdi, dilə gəldi. Dedi ki, Yusuf günahkardır, çünki onun köynəyi arxadan cırılıb, yadıma düşdü, dedi, bəli. Həmin o uşaq ki, sənin haqlılığa şəhadət vermişdi, o adamdır ki, indi keçir. Dedi, onu çağırın gəlsin. Dedi ki, onun paltarlarını dəyişin, ona yaxşı paltarlar verin. İndi Yusuf Misirin şahıdır, Misirin əzizidir. Paltar verin, libas verin, yemək verin, onu maaşla təmin edin. Bunların hamısını deyəndə Cəbrail təəccübləndi və heyrətə gəldi. Yusuf soruşdu ki, Cəbraildən, Allahın mələyindən ki, sənin təəccübün səbəbi nədir? Dedi ki, bu bəndə bir dəfə sənin haqlılığa şəhadət verdi, onun əvəzində bu qədər şey verdin ona. Allahın rəhmətinə təəccüb edirəm ki, bir bəndə ki, bir ömür deyə əşhədü ən la ilahə illallah, gör Allah qiyamətdə nə verəcək.